Adam ilk görüşdən sevə bilərmi? Əlbəttə. Necə məyər? Bilirsənmi, mən onu bircə dəfə görmüşəm. Adını da bilmirəm. Ancaq onu bilirəm ki, çox yaxşı oxuyur. Bəlkə sən onu şənlikdə görübsən, amma tanımayıbsan. Nə danışırsan? Nə gözəl mənzərədir. Bilqeyit, görürəm, hey boylanırsan. Yoxsa adam gözləyirsən. Yox, yox, heç kimi gözləmirəm. Gedək. Necə gözəldir. Bilirsən Bilqeyit, mən gözəl təbiəti çox sevirəm. Mən istərdim ki, bütün dünyanı gəzim. Gözəl yerləri öz gözlərimlə görürüm. Bura bax, əgər tələsirsənsə sən ki, mən tək də qala bilərəm. Nə danışırsan? Hara tələsicəyəm? Mən sənin üçün qorxuram. Sən titriyirsən. Bura rütubətdir. Bilirsənmi Lala, sənə burada çox qalmaq yarar. Mən heç üşümürəm. Bura mənim çox xoşuma gəlir. Yox, yox, yaxşı. Onda al mənim örpəyimi ört. Mən gedib başqasını gətirərəm, yaxşı mı? Yaxşı. Sən bilirsən ki, mən sənsiz bir dəqiqə yaşaya bilmərəm. Heç olmazsa bir söz de. Bilqeysin yaylığı. Ezdim neşelerde, göz yaşım şişelerde, yarın gelip çıkmadı, kalmışam şişelerde. Aman yaman, yarıma yaman, aman ha yaman aman ay. Nə var, nə oldu? Bu saat mənə eşq elan elədilər. Sənə? Demərəm. Mən ona heç bir cavab vermədim. Ancaq yaylıq onda qaldı. Mənim yaylığım? Yaylıqla birgə qəlbində. Mən bilirəm ki, sən onu geri almayacaqsan. Yaylığım da onda. Vay! Nə oldu? Eybi yoktur. Bərt deydi? Yok, mənə hoşdur. Peki siz getmeyin. Mən her şeye dözerim. Vay! Vay! Ah Lala, heç ayrılmaq istəmirəm. Hə, vaxt nə tez gəlib keçdi. Burada özümü çox yaxşı hiss edirdim. Ay Əzizə xala, bu nə xəcaləti verirsiniz? Sən ki qızım, sən həmişə pişirdiyim şirinlərdən yeyəsən. Yaxşı götür, anam inciyər. Özü pişirir. Mən sizə çox zəhmət verdim. Bilqeyit! Nə zəhməti qadın alıb? Sən ki mənim balamsan. Niyə durubsan, içəri gəl. O qədər də gözəl deyil. Elə bunu deməyə gəlmişdim. Yox, qonağın dalıcı gəlmişəm. Məni Minəvvər xala göndərib. Qonağın getmək vaxtıdır. Qızım, nə tələsirsən? Biraz da qal. Ax, mən səni heç Kamillə tanış eləməmişəm. Gedək tanış edək. Gedək. Gedək. Kamil! Kamil! Aa, bu necə oldu görəsən?
Bu oğlan kimdir? Benim oğlumdur de. Ayazda hanım, qonaqlar getir, nalet Yaxşı ha, gəlirəm, get tələsmə. Kamildir. Kamil? Bak budur. Hoşuna gelir mi? Niye pis değil? Ama çok vugarlıdır. Vugarlanmakta hakkı var. Yaxşı ustadır. Güzel de okuyor. Qəşəng oğlandır. Ay Lala, sənin işlərin yamandır. İşlərim niyə yaman olur? Niyə yaxşıdır? Orada, sən burada. Payızda onlar bura gelecekler. Azərbaycanda pambıq ustası çox, nə bilirsən o bura gələcək? Ben onu yarşı çağıracağım. Gecikmişsən, xalq artıq pambıq yığır. Ne olursa olsun biz görüşeceğiz. Ben onu pambıq yığımında yarşı çağıracağım. Özde bir baş Münevver Hanım'a yazacağım. Düzdür. Və pambıq ustası Kamil Məmmədovi. Münevver hala. Nə Münəvvər xala? Biabır eləmisən bizi. Lalə səni yarışa çağırıb. Buyur. Ben yarışı kabul eləyirəm. Qabul eləyirsən. Sən heç başa düşürsən ki, gündə 300 kiloqram pambığı yığmaq nə deməkdir? Bura bax, ey! Bu sənin üçün çayxanada oturub nədvırmaq deyil. Yarışı qabul eləyirəm. Mütləq yığaram Münevver hala. Ancaq siz mənə 3 gün möhlət veriniz. Yəni 3 günə mövcüzə olacaq. Bəli olacaq. Nə bilim, bəlkə də belədir. Söz ol Münevver hala. Siz hələ mənim hünərimi bilmirsiniz. Kamil. Ancaq sən onu bil ki, belə bir qız məni usta adlandırsaydı, mən ölərdim, usta olardım. Mən də olacağım. Yaxşı, gedişlə baxarıq. Deyirlər məhəbbət xariqələr yaradır. Nə bilim, bəlkə də belədir.